Hamınızı xoş gördük yenə. Bu çətin bir də qədər də hər kəs üçün vacib olan videolardandır. Ümumi videodur. Çox güman ki, sırf məni əvvəlcədən izləyənlər yox, yeni izləyicilərin də qarşısına çıxma potensialında olan bir videodur. Sıfırdan necə trader ola bilərsən başlığı adı altında mən bu videoda sizdə potensial olaraq yanlış yolda gedirsinizsə, bunu müəyyənləşdirib döndərəcəm. Düzgün yol edilməsi gərəkən, burada əsas oyundan danışacağım ki, burada nələr edilməsi lazımdır ki, siz əsas işin icraat pul tərəfinə gəlib çata biləsiniz. Bir qədər çətin olacaq. Yəni 100 nəfər baxırsa, onun 95-nin ürəyinə belə narahatçılıq sala bilər. Necə deyim, belə. Amma gerçək budur. Baxın, söz deyirəm. Gəlib mənə istəyir nə daş atırsınız atın. Mənə nə qədər istəyir, bax, kommentlərdə də pis deyilsənizsə də, nə bilim, bu öz fikrinizdir ki, bəyənmirsiniz. Mən də sizi bəyənmirəm. Məni bəyənməyəni mən dünəndən bəyənmirəm. Sən birini yazacaqsan, mən 5-ni yazaram. Məni bəyənməndən. Hə, o öz fikrinizdir. Amma ki, belə bir gerçək var ki, mən içdən onu bilirəm. Çünki mən o yolu keçib gəlmiş biri olaraq deyirəm. Kaş ki, o illər əvvəl mənim indi sizə deyəcəyim sözləri bir nəfər çıxıb mənə desəydi. Bir nəfər çıxıb mənə desəydi, mən o illərimi itirməzdim boş yerə. Mən necə deyim, yeni başlayanda bir çox pul itirməzdim. Kaş ki, bir nəfər çıxıb da mənə desəydi. Kaş ki, desəydi. Amma demədi. Demədi. Niyə demədi? Çünki bu sahə zirzibil doludur. Zirzibil doludur. Düzgün deyəni algoritm qarşıya çıxartmır. Çox izlənəni, çox belə asan həzm olunan, adrenalin verən, hiss atılan kontentləri algoritm irəli çıxardır deyə mənə düzgünü çatmaq çətin oldu. Düzgün olana çatmaq çox çətin oldu. Çətin perioddan keçdim. Əslində burada çətin olan nəyisə çatmaq deyil, bilirsinizmi? Çətin olan bu yanlış yönləndirilən bir insanlarlıqda elə deyilmi? Bunların arasından işığı tapa bilməkdir. Çünki açırsınız, YouTube'da istənilən bir şey axtarsanız, axtarışınızın nəticəsi düzgün olan olmur. Axtarışınızın nəticəsində çıxan ən çox izlənilənlər olur, ən çox bəyənilən videolar olur. Algoritm bunu belə anlayır. Belə olduğuna görə də ki, kimə deyirsən? Deməli, nələrdən danışacağıq əsas bu dərsdə? Deməli, öz keçdiyim, məsəl üçün, yol... Bunların hamısı yenə deyirəm, ardıcıl deyil, 1, 2, 3, belə şablon, qəşəng də prezentasiya, belə deyil. Mən ümumiyyətlə şablon olmaqdan zəhləm gedir. Belə, nə bilim, akademik şablon, belə uğurlu, belə, nə? Mənim elə olmaqdan zəhləm gedir. Şablon insanlardan zəhləm gedir. Necə deyim, belə özlərini bir zibil hesab edən, belə nə bilim, baxırsan ki, saçı saqqalında belə divinə kimi belə eləyib, qazıyıb, belə də baxırsan ki, adı beynindəki nədir, qavrayışı nədir, inanc sistemində nədir, bu səlqəli şeydir, necə deyim, tərbiyəli, mədəni. Mənim belə insanlardan zəhləm gedir, şablon insanlardan. Çünki onlar yadınıza saxlayın ki, hər şey beyindədir, düşüncədədir. Onlar bu düşüncədə bu varsa, deməli bu insanlar onun özüdür. Nə isə pis görürlərsə, o insan onun özüdür. Yəni ki, o tipdən, şablonçuluqdan mənim zəhləm gedir. Ona görə də ki, təbii olmağa, videolarımda təbii danışmağa üstünlük verirəm. Nə desəm, onun içimdən təbii gəldiyinə əmin oluram. Yoxsa belə kimi danışmaq istəmirəm, şablon kimi danışmaq istəmirəm. İçimdən gələn kimi danışmaq istəyirəm. İçimdən gələn kimi də siz başa düşün istəyirəm. Çünki belə səmimi izah eləmək asan deyil, çətindir. Hər adam izah eləyə bilmir.
Qalan hər kəs belə özünü dağın başına qoyub da şey olmağa çalışacaq. Necə deyim? Belə rəsmi, nə bilim, belə əlçatmaz, belə cümlələrin hamısı grammatically perfect belə olmağa çalışacaq. Belə səs tonunu falan belə olmağa çalışacaq. Amma mən olmayacağam. Mənim bütün videolarım da hamısı da gerçəksidir. Gerçəksidir, olması gərəkən kimidir və necə deyim, hansı ki həqiqətən bir canlının ağzından çıxan linguistik şeyləri eşidəcəksiniz. Hansısa şablon götün ağzından çıxanları yox. Deməli, bunlar hamısı inteqrasiya olunub. Bunlar da 1, 2, 3 seksek eləmirik burada. Eləmirik. Burada göstərdiyim şeylər bu videonun içində hamısı inteqrasiya olunub. Ola bilər ki, mən birinci bunu dedim, sonra buna gəldim. Ola bilər birinci bundan danışdım, hop. Birinci inteqrasiya olunub videoya, inteqrasiya olunub. Da nə bilim, yığdırmayın ki, buna gəl, buna gəl. O, yığdırmayın. Yığdırmayın. İndidən deyirəm, yığdırmayın. Axıra kimi baxın, mənim ağzımdan çıxan hər sözə qulaq asın. Çünki bu sözləri eşidəcəyiniz başqa biri mənim qarşıma çıxmayıb. Açıq çıxmayıb ki, videoya açasan konkret lazım olan deyə çıxmayıb. Ona görə də bu video nə qədər uzun olacaq bilmirəm. Tək onu bilirəm ki, axıra kimi qulaq asmalısınız. Və bayaq da dediyim kimi, mən LinkedIn oğlanlarından deyiləm ki, burada şablonçuluq eləyən, burada prezentasiya şey eləyən, belə rəsmi dildə. Sonra da deyim, əlinizi qaldırın, sualınız varmı? Var. Belə şablon bir dənə sual. Adı olsun ki, sual verin. Heç yox, elə ondan söhbət getməyəcək. Sual xətrinə sual, nə bilim, izah xətrinə izah, ondan söhbət getməyəcək. Mənim aram yoxdur elə şeylərlə, yenə deyirəm. Olması gərəkən kimi, yəni ki, sadə və təbii və vəhşi olmağa həyatda hər zaman üstünlük verməlisiniz. Belə, yəni düzgün olan yanaşsaq, düzgün olan budur. İnsan yaratdığı dünya isə sadəcə olaraq yalan şeylərdən ibarətdir, qavrayışlardan ibarətdir. Keçək. Deməli, öz biraz da danışım məsəl üçün mənim hekayəmdən. Deməli, birinci yuxarı siniflərdən bir müddət kripto ilə başlamışdım. Yenə təbii ki, bu scam industrilərlə üz-üzə qalıb da bir çox pul itirmək olsun, ondan sonra işin yanlış qavrayışı olsun, o modeldən, o stratejiyadan ona o qədər qurban olmuşam ki, baxın, mən bir şeyə bələd deyiləmsə, o şeyi pisləmərəm. Mən bir şeyə pisdir deyirəmsə, deməli ona bələdəm. Mən bir şeyə bilmirəmsə, onun haqqında heç nə bilmirəmsə, məndən soruşacaqsınız ki, filan kəs pisdir, filan kəs yaxşıdır. Bilmirəm. Çünki mən onu tanımıram, onun nə öyrətdiyini bilmirəm, onun nə haqqında danışdığını bilmirəm. Və mən bu sahədə demək olar ki, ağzınızdan çıxıb qulağınızın eşidə biləcəyi, demək olar ki, sferadakı 90-95% stratejiyadan istifadə etdiyim və yaxud da heç yoxdan məlumatım olduğunu deyim burada sizə. Və mən bilirəm ki, nə işləyir, nə işləmir. Nə işləmir. Demirəm ki, mənim üçün işləyir və işləmir. Mən demirəm ki, filan şey mənim üçün işləmir, sadəcə füsu deməli işləmir. Mən bunu demirəm. Mən çox insanlar görmüşəm. Çox traderlər görmüşəm, danışmışam, network'üm var. Mən bu şeyə əsasən danışıram ki, mənim bu tanıdığım insanların içində bir nəfər olsun xeyir tapan olub bu. Gəl sən də tap. Bilsəm ki, bu olub, bu tapıb, deyəcəm gəl sən də tap. Deyər, amma deyə bilmirəm. Çünki niyə yoxdur? Bu sahə düşündüyünüz kimi bir sahə deyil. Qavrayış yanlış qavranılır sizə.
o yanlış öyrədilir sizə. Ona görə də ki, hər dəfəsində çıxılmaz bir qısır döngünün içində qalarsınız. Hə, deməli mən yuxarı siniflərdən başladım. Ondan sonra hər şeylə üz-üzə qarşılaşdım. Ondan sonra bir müddət də ICT-nin zibilinə düşdüm. Ondan sonra əsas qalxış periodunda bəzi şeyləri dəyişdim. Artıq ondan sonra mən necə deyim, heç nədən qeyri-aslı sırf özüm üstündə data topladığım, necə deyim, güvən, hansı ki, təcrübə topladığım modellərlə, əməliyyatlarla, hansı ki, skalplarla davam etdikdən sonra bu məni irəli qaldırmağa başladı. İndi gələcəyik bura. Yeni başlayanların ən çox etdiyi səhvlər nələrdir? Yanlış qavrayışlar sahiblənmək. Bunlara nümunə nə ola bilər? Populyar ideyalar. Populyar ideyalar nələrdir? Məsəl üçün, soruşurlar ki, düşünürlər ki, hə, öyrəndim, hər şeyi öyrəndim, qurtar deməli. Deməli qazanacağam. Dəqiqlik axtarışı. Dəqiq olmağa çalışır ki, öyrəndim, sənətim var. Öyrəndim, qurtardı. Nədir ki, al, sat düymələri, bir dənə də bir strategiya. Bir də nə lazımdır? Nə lazımdır hocam? Nə? Psixoloji, risk yönətimi. Elə deyəcəklər. Amma doğrudurmu bu? Yanlışdır. Ümumiyyətlə, strategiya ideyasının özü bu sahəyə çoxlu insan çəkməkdən ötürüdür. Strategiya ideyası. Çoxlu insan çəkməkdən ötürüdür ki, hə, bax, strategiya var, bot var, bu var, elə belə şey deyil. Analiz eləyirsən. Nəyə analiz eləyirsən? Qan analiz mi eləyirsən? Nəyə analiz eləyirsən? Analiz haraya eləyirsən? Olub bitəni mi eləyirsən? Sənə olub bitən mi lazımdır? Sənə olacaq olan lazımdır. Olub bitən lazım deyil sənə. Olub bitənin üstündə İstərsən nə tapırsansa tap, qurtardı, bu oldu, qurtardı, bu zibil oldu, qurtardı. Bu tərəf, nə bilim, bu 5-10 dəqiqə bundan qabaq olan gələcəyə heç bir təsiri yoxdur. Manipulyasiya mövzusu deyil, ümumi olaraq danışıram ki, qrafikdə olub qurtaranın sənə, necə deyim, qazandırmır olub qurtaran. Gələcəkdə olacaq qazandırır. Gələcəkdə olacaq olan qazandırır. Yəni ki, sən gələcəkdə bu indi girəcəyin pozisiyadan gələcəkdə qazanırsan. Yəni gələcək deyəndə skalp edirsən, 1 dəqiqə sonra, 2 dəqiqə sonra, 3 dəqiqə sonra, daha böyük əməliyyatsa məsələn 5-10 dəqiqə sonra, bu gələcəkdəki bu 5-10 dəqiqə sonrasına qədər olacaq bu gələcək sənə qazandırır. Və bu yanılğı insanların hamısına birinci ixtiyar, belə necə deyim, başladığı andan iynələnir düşüncəsinə. Strategiya, risk, psixologiya. Halbuki burada necə deyim, psixologiya ilə heç demək olar ki, buranın əlaqəsi yoxdur. Hansı psixologiya dediyiniz psixologiya ilə əlaqəsi yoxdur. Psixologiya dedikləri nədir? Bunların dediyi soruşanda ki, sən psixologiya nəyə deyirsən? Trading planın olmalıdır. Overtrade eləməməlisən. Revenge trade eləməməlisən. Qorxuna sahib çıxmalısan. Az gözlük eləməməlisən. Eləmi? Elə. Amma bunları sən istəyir get akademik ol, istəyir get bunlar haqqındakı hər şeyi bil. Yenə də işə yarayacaq bir şey deyil. Çünki burada məsələ bu deyil. Burada məsələ bu zirzibillər deyil. Tulla. Bu ideyaları tulla. Bu populyar ideyaları tulla. Olmur bunlarla. Olmur. Deyə bilərsən ki, Söydə bu Nihat yalan danışdı. Bağla videoyu. Bağla da çıx get. Bax bu dəqiqə videonu bağla da çıx get. Amma bilirəm ki, vaxtın gələcək. Bax, vaxtın gələcək deyirəm sənə ki, başa düşəcəksən.
Nə dediyimi başa düşəcəksən. Bəlkə də peşman olacaqsan, qayıdacaqsan, üzr istəyəcəksən. Bəlkə də bu işi tərk edəcəksən. Bəlkə də mən deyənin eynisini deyən başqa bir insana gedib ondan öyrənəcəksən. Potensial variantlar bunlardır. Da yoxsa hal-hazırdakı o belə başı alovlu vəziyyətinlə qanın biraz qaynayan vaxtındır. Belə necə deyim, elə bilirsən ki, abi, pull Lamborghini, ha, getdik. Qanın qaynayan vaxtındır. Qaynasın görək, qaynasın görək. Sonrakı növbəti məsələ nədir? Ən çox edilən səhvlərdə digər işlərlə bu işi qarışdırmaq. Məsələn, düşüncə ki, çalışqanlıq ideyası, çox çalışsam, vaxtı gələndə olacaq. Yanlış olmayacaq. Çalışqanlıq nə gətirir? Əziyyət çəkməkdən gətirir. Daha çox əziyyət gətirir. İndiki dünya şeyi elədir. Artıq məsəl üçün biz mağara insan deyilik ki, çalışmaq həyatda qalmaqla, necə deyim, müəyyən qədər şey olsun, sadəcə həyatda qaldıran bir vəziyyətə gətirsin. Hazırki dünyadakı, belə necə deyim, oyunlar fərqlidir. Çalışqanlıq artıq ov kimi istifadə olunur. Əvvəl çalışqanlıq, məsəl üçün mağara insanı olduğumuz, məsələn məməlilər, başqa cür heyvanlar olduğumuz müddətdə çalışqanlıq öz xeyrinizə nəsə eləmək demək idi. Amma hazırki dövrdə sizin çalışqanlığınızdan istifadə edərək itirlər sizi. Sonra make it happen eləmək. Make it happen nədir? Bir şeyi baş verdirmək çabası. Bir şeyi necə deyim? Make it happen biraz necə tələffüz edeyim? Vəbşi bütün sözləri yaxşı tələffüz etmək olmur öz yerində. Ona görə də elə make it happen qalsın. Başa düşəcəksiniz onunla. Yəni ki, bir şeyi baş verdirmək olmalıdır bu. Olmalıdır. Necə deyim? Mən buna çabalayacağam. Mənim motivasiyam var. Asla pes etmə. Olacaq. Özünü yırtma. Olmayacaq. Sənin həyatdakı bütün çalışqanlığının hamısı hüsranla nəticələnəcək. Çünki sən dəqiqlik axtarırsan həyatda. Dünyanın kaosunda sən dəqiqlik axtarırsan. Amma kaos birdən-birə əlinin belə tərsinlə qoyacaq sənə, ağlın başına gələcək. Görəcəksən ki, dünyasında dünyanın gedişatı sənin düşündüyün kimi deyil. Sən hər şeydə dəqiqlik axtarırsan, hər şeyə obsessed olursan, balaca bir dünyada yaşayırsan da özün üçün. Nədən danışıram? Balaca bir dünyada yaşayırsan özün üçün. Belə özün üçün belə şeylər qurubsan, xəyallar qurubsan, gedişat qurubsan, fəxr elədiyin, həyəcandan tüklərin biz olduğu məsələlər var ki, bundan sən elə bilirsən, motivasiya alsan, hər şey olacaq, hər şey düzələcək. Nağd düzələcək. Motivasiya asla pes etmə ideyasından, çalışqanlıqla, make it happen-la, qərarlılıqla bunlar həyatdakı bir çox şeylə, bax, həyat və trading, bunları ayırıram bir-birindən. Çünki trading tamamilə fərqli bir dünyadır və edilən bütün işlərdəki kimi deyil. Burada etmək anlayışı fərqlidir. Burada çatılacaq bir yer yoxdur çünki. Başqa hər şeydə çata bilərsiniz. Amma burada çatılacaq bir yer yoxdur. Burada hər gün bir mübarizədir. Hər gün. İkinci, ümid edirəm başa düşdünüz. Yəni gecə səhərə kimi qrafika başına çürüyürsünüzsə, başını buraxın. Ana rədd eləyin. Nə edirsiniz siz? Ana rədd eləyin. Nə qədər həyatda az əziyyət çəksəniz, o qədər çox nəticəni görəcəksiniz. Həyatda ən çox nəticə görən insanlar ən az əziyyət çəkən insanlardır. Çox əziyyət çəkdiyiniz şeylər sizi çox geriyə çəkəcək. Bunu qulağınıza küpə eləyin. Hər dəfəsində əziyyət çəkdiyiniz şeyi bir qədər azaldın. Çünki bu sizi daha da irəli aparacaq. Çünki əziyyət çəkərək belə geriyə gedəcəksiniz. Bunu anlayın. Qulağınıza küpə eləyin. Hər kəsə trader olduğunu demək. Nə bilim, fəxr etmək. Belə görürəm uşaqlar sinifdə, belə qrafik açır belə. Mən traderəm, nə inir? Bunun məqsədi nədir? Qızlar kənardan baxsın. Ayol trader bu.
Yox, Bitcoin bu. Abo, Bitcoin. Bundan ötürü eləyirlər. Bundan ötürü eləyirlər. Şovmenlikdən ötürü eləyirlər. Özünə dəyər biçilsin, diqqət toplasın, belə həyəcanlı belə də kürəyinin dalından elə bir siqnal gedir. Belə belinə bütün siqnal gedir, üşütmə verir, həyəcanlanır, üşütmə verir. Çünki niyə hamı bunun gözü bundadır, ha, bu traderlər, bu şovmenlikdir. Şovmenlikdir. Ona görə də ki, bax, bir sən ol, bir də ki, qrafik çalış ki, heç kəsə bilməsin, şovmenlik vermə, grafikin başında approval almağa çalışma. Çünki necə deyim, insan, bax, indi bunu gör spoiler verim. İnsan hər kəsə qarşı, bütün obyektlərə qarşı fərqli emosiya göstərir. Və 1000 dənə göstərdiyi emosiyadan 999-u tradingdə uğursuz nəticələr verir və sadəcə bircə dənə emosional vəziyyət burada irəli davamlı apara bilir. Və bu qalan 999 emosiyanın içərisində bizim fərqli insanlara qarşı göstərdiyimiz emosional respons da var. Məsəl üçün, sizin xoşunuz gəldiyiniz qızın yanında fərqli bir emosional state-də olursunuz, düşməninizin yanında fərqli bir emosional state-də olursunuz, ailənizin yanında fərqli bir emosional state-də olursunuz, hansı ki, dediyim bu bir dənə ilə əlaqəli olmur deyə sizi salacağı fərqli advokatlıq hissi, fəxr hissi, necə deyim, zor görünmə, bu kimi şeylər də bu 999 hissin daxilində deyə sizin balansınızı çaxacaq yerə. Sonra deməli növbəti hissəni keçək. Başqa yanlış emotional state. Baxın yazmışam bura. Yanlış emotional state. State nədir? Vəziyyət. Belə başlayır. Sonra yanlış rol modellər seçmək. Yəni çox izlənən insanlar və tanınmış və təriflənənlər. Filan kəsin baxırsan ki, hə 300 min, hə 500 min, 2 milyon, 3 milyon izlənilir. Məsələn, abunəçisi var, takipçisi var. Beynində bir fikir yaranır ki, bu yaxşıdır ki, bu qədər baxılır. Amma yox, bu sahədə çoxlar həmişə zibil olur. Yadınızda saxlayın. Ən çoxlar təpədə yerləşən top 10-un da skamdır. Top 10 da skamdır. Hal-hazırda top 10 trader, YouTuberin top 10 dənəsi də elə skamdır. Çünki niyə? Onlar belə videolarını eləyir, daha çox insan izləyir, daha çox editləyir, daha çox marketinq edir və bunun məqsədi ilə işinə yatırım edir, daha çox reklam verir, daha çox belə yaxşı videoları editləmək falan üçün, bunlar üçün daha çox əziyyət çəkir. Bu kimi şeylər ona görə eləyir, kanalları daha çox qalxır və daha çox insanı belə uda bilirlər yem kimi. Qeyri-realistik uğur qavrayışı. Məsəl üçün, böyük gözləntilərindir ki, elə bilirsən ki, ilk dəfədən elə qazanmağa başladınsa, fisi qutardı, hər şey düzəldi, hər şey güllük gülistanlıqdır. O vaxtı sən, bunlar həm də nəyisə çatmaq hissidir ki, əgər sən bunun olmayıbsansa, deməli nəyisə çatmayıbsan. Amma ki, bayaq dediyim kimi, burada çatılacaq bir yer yoxdur. Burada heç yerə çata bilməzsiniz. Heç yerə çata bilməzsiniz. O böyük gözləntilərdir, lüksdür, egonu tətbiq etməkdir, nəzərində böyük olan şeylərdir. Bunların heç birinə çata bilməzsiniz. Vaxt gələndə bunlar gözünüzdən düşəndə artıq ondan sonra çata biləcəksiniz. Hansı ki, kiçik addımlarla, yəni yavaş-yavaş böyüyərək, scale edərək, mənim dediyim düzgün yolla qazandıqdan sonra, ondan sonra çata bilərsiniz. Amma o müddətə qədər bunlar, necə deyim, mümkün deyil. Qazanmağa başlasanız belə, hətta birdən-birə ola bilər ki, heç o 5 rəqəmli şeylər eləyə bilməzsiniz, payoutlar. Ola bilər heç sadəcə 3 rəqəmli elədiniz, bəlkə də 2 payoutunuz 2 rəqəmli şeylər olacaq. Ona görə də ki, bu böyüklük anlayışını eləməyin. Burada çox qazanmaq ya da az qazanmaq deyə bir şey yoxdur, bilirsinizmi? Burada çox qazanmaq, az qazanmaq deyə bir şey yoxdur. Burada qazanmaq, bir də qazanmamaq var. Fisi qutardı. Qazanmaq, bir də qazanmamaq. Sən əgər etmən gərəkəni edib düzgün qazanıbsansa, deməli qazanıbsan. Da yoxsa yox, ağlına gələni edib bir dəfə bəxtdən qazanıbsansa, o sənin deyil.
Səhərsi gün hamısını itirəcəksən. Axşamdan hamısını itirəcəksən. O sənin deyil. Yəni burada ona görə deyirəm, qazanmaq var, bir də qazanmamaq var. Yəni irəli getmək var, bir də geri getmək var. Da çox qazanmaq və az qazanmaq deyilən bir şey axmaqlara sahib olduğu bir düşüncədir. Çünki burada elə bir söhbət yoxdur. Ona görə deyirdim, bura sizin düşündüyünüz kimi bir sahə deyil. Bura çox fərqli sahədir. Sonra növbəti. Eyni şeyi edərək fərqli nəticələr gözləmək. Məsəl üçün, bir də belə etməyəcəm deyib özünə təsəlli verirsən. Bu saatca balansı uçurdun, baxırsan ki, ayda, bunu səhv elədim. Bir də eləməyəcəm. Bir də eləməyəcəm. Amma nə olacaq? Səhər olacaq, yenə içində düyünlərlə oyanacaqsan, həyəcanla oyanacaqsan səhər və qrafik açacaqsan, yenidən eyni şeyləri eləyəcəksən, yenidən eyni şeyləri eləyəcəksən. Axşamda deyəcəksən ki, живой hiss eləyəcəksən. Bu gün o mən nə edim, elədim. Səhər mütləq bir də eləməyəcəm. Səhər gələcək, yeni şeylər eləyəcəksən, yeni şeylər eləyəcəksən. Çünki niyə? Dəyişilməyən qavrayışlar hələ də öz yerindədir. O qavrayışlar olduğu müddətcə istəyir nə olur olsun, hamısı tamamilə boşunadır. Sonra gəldik növbəti hissəyə. Bu sizin məsəl üçün yeni başlayanda nə eləyirsiniz? Məsəl üçün buraya yazdıq trading, axtarış yerinə buraya da yaxşı düşün trading yazılır, deyilmi? Çıxan videolar nələrdir? 3,3 milyon baxışlı video, məsələn 182 min, yox 700 nə qədərsə min baxış. Deyəsən, neçə 280 min olar yəqin ki. Belə 114 min, hardasa bu 1 milyon. Bunlar çıxacaq. Və mən bir şey deyim. Scam. Bunu bilmirəm nədir. Bunun əlaqəsi yoxdur. Bu xəbərdir. Tam olaraq, bu xəbər, bu tarif xəbərdir. Bunu deyim. Bu doğrudur. Scam. Sənin qavrayışlarını bunlar formalaşdıracaq. Sən çünki açdığın mənbələr bunlar səni şey eləməkdən ötürüdür. Tələyə salmaqdan ötürüdür və nə növ tələyə salacaqlar, onları izah edəcəm. Səndə yanlış qavrayış toxumu əkirlər onlar. Yüksək erir, mürəkkəb strategiya, havalı konseptlər. Belə, qulaq as. Order block. İşte aksentə fikir ver. Order. Havalı konseptlər. Bunlar sənin beyninə qavrayılacaq. Nə biləcəksən? Nə qədər havalı olsa, nə qədər çeşidlilik olsa, nə qədər çətin olsa, nə qədər şey olsa, deməli mən o qədər çox qazanacağam. Başın üçü. Fikrini dəyiş. Biraz живой ol. Bunlar sənin nədən ötürüdür, bilirsənmi? Onlar elə bir təsəlli yaradırlar, təsəvvür yaratmağa çalışırlar ki, mürəkkəb göstərsinlər nə isə, biraz da belə mürəkkəb də yoxlar, biraz da bir şey göstərsinlər, sənin beynində bir şey yaransın ki, deməli mən bunu öyrənməliyəm ki, qazanam. Sadə şeylə qazanmaq mı olur? Sadə şey hara, qazanmaq hara? Mən bunu eləməliyəm ki, qazanam, elə deyilmi? Gəldin elədin, görürsən ki, yox, məndə səhvlər var. Bəs gəlirsən buradakı şeydir, müəllimlərindən soruşursan, TCR şeyim nə, səhvim nədir? Deyəcək, nə? Psixologiyanın üstünə atacaq yar. Bundan soruşacaqsın, səhvim nədir? Risk deyəcək. Hərəsi bir şeyin üstünə atacaq. Sən də ki, bunları görəndə elə bilirsən ki, gerçək budur. Bu nəyə bənzəyir? Yumurtadan çıxan ördək cüzələri ilk gördüyünü anası zənn eləyir və ona bağlanır. Onu anası olaraq qəbul eləyir. Və sən də ki, bunları ilk belə gerçək olaraq qəbul eləyəndə, çünki ilk gözünü açıbsan da tradingə boşluq var beynində. Açıbsan, bunları görübsən, qavrayışlar sənin beyninə yanlış dərk olunur şüur altına və növbəti bir qurban olursan. Gəlirsən, bunlara yedirirsən. Yedirməsən belə videosuna baxmağın kifayətdir ki, onsuz da ki, bunlar bu videolardan da qazanırlar. Nə ilə başlayırsan?
Məsəl üçün birinci başlayan belə swage traderlər necə başlayır? Yəni belə də gəlir havalıdır. Ha, belə bilir ki, traderəm. Mən traderəm qurtardan. Amma mənim Binance-ım var. Amma mənim 10 dollarlıq kripto cüzdanım var. Hə, belə başlayırmı? Hə, nə ilə başlayacaq? Bax bundan başlayır. Hə, kripto şey ya, kriptodan adını bilir yaxşıdır. Bitcoin-in adını bilir. Sonra yüksək yerir. Yüksək yerir. Yəni ən azından düşünürsən ki, birin ona, baxsana sən buna. 100 dollar risk atıram, 1000 dollar qazanıram. Vay canına. Belə bir ideya. Ondan sonra yekəxanalıq. Vəsə. Mən traderəm. Nihat trader. Nihat deyəcəksən ki, bu hara, o şey hara, AliExC hara, AliExC hara, FX AliExC hara. Yox, mən biraz bir şey olursa, mən elələrini çox görmüşəm. Mən elə köstəbəkləri çox görmüşəm. Gəlir özünü bir pox zənn edir. Gəlir belə baxır, şeydir. Bilirsən ki, bunun başı dalı bir şey çıxartmır da, elə deyilmi? Biraz belə yekəxanalığına şey var. Filan kəs belədir, filan kəs. Özü də mən fikir vermişəm. Mən sən həmişə filan kəsin tərifləyən, o filan kəslə fəxr eləyən, özü heç nə eləməyən insanlar olurlar ki, özü heç nə eləyə bilmir, ancaq deyir ki, filan kəs daha yaxşıdır, filan kəs elə getdi, filan kəs bundan pisdir, filan kəs bundan daha yaxşıdır. Ancaq ona gücləri çatır çünki və beləliklə də özləri heç yerə çata bilmirlər. Çünki bu şey xasiyyətləri onları hər zaman geriyə çəkir. Belə necə deyim, o ibnəlikləri onları hər zaman necə deyim, elə insanları geriyə çəkir. Çünki onlar özlərini apara bilmirlər. Bunların heç nəyi olmaya belə özlərini bir başqasının adı belə kifayət edir ki, bu gəlsin ortalıqda hoqqa çıxarsın, yekixanalıq eləsin ki, mən filan kəs da yaxşı traderdir bu. Bu buna belə kifayət edirsə ki, bunun cibində 5 manat olsa deyinir. Özünü saxlaya bilməz, apara bilməz özünü. Əksəriyyət də elə olur. Bax, söz deyirəm. Bax belə hardansa təsadüfən əlinə pul düşdü, payout düşdü. Özünü elə bilirsən ki, elə cırılır ki, cırılmağına. Daha milyonçular belə eləmir. O qədər, yəni 2 milyonçular bundan heç nədir. Bunun qazandığı pul da heç nədir. Heç nədir. Amma ki, elədiyi hərəkətə baxırsan ki, elə bil bu kimdir? Elə bir bu kimdir? Elə bil. Sonra motivasiyalı olursan. Sadə üzdən strategiyalar və qavrayışlar, necə deyim, sadə strategiya ayrı şeydir. Üzdən bunlar qabağına çıxan bu şeylər ayrı şeydir. Bunlar ayrı şeydir. Fiblərdir, biraz trendlərdir. Bu kimi şeylər ayrı şeydir. Mən bunları nəzərdə tuturam ki, bu beyində olursan. Sadə strategiya mükəmməldir, amma bunlar artıq sadə deyil. Bunlar artıq biraz şeydəndir. Amma istifadə edənlər var bəlkə də. İndi onu tanımıram ki, necəsə öz avantajlarına istifadə edən olsun. Bu nə edəcəksən də qısır döngü yaradacaq. Bir müddət itirəcəksən, başın dəmirə danq eləyəcək. Nihat yadına düşəcək ki, elə belə demişdi. Amma yox, mən Nihatdan zəhləm gedir. Nihatın haqlı çıxmağına icazə verə bilmərəm. Mən eləməliyəm. Mən bacarmalıyam. Nihatı yanlış çıxartmalıyam. Amma bu döyüşdə uduzan sən olacaqsan. Sonra başlayırsan nəyə? Buna bax, havalı deyilmi? STSMC, silver bullet'a bax, gülləyə bax, gümüşü güllə. Hər şey havalıdır, hər şey qəşəng, qulağa xoş səslənir. Elə bilirsən ki, da gerçəyə çatıbsan da, bu günə kimi vaxtını öldürürdün, gəldin sonunda haqqa qavuşdun. Erir, yüksək erirə bax, şey var, order block var. Order block. Bunu da şeydən bir türkçədən eşitmişəm. Ondan dilimdə qalıb order block yox. Order block. Sonra da SMT də deyilmir onlarda. Türklərdə onlardan eşitmişəm. Elə dilimə düşüb o da SMT. Qulaq as. SMT. Sonra error yox. Şeydir o məsəl üçün deyək ki, bizdən çox erir deyilik, düzdür. R hərfinin tək hərfdə şeylənməsi R-dır. Yəni belə A şəklində bircə dəfə səslənir. Amma türklər daha çox R.
Ya risk to reward yox, RR. Sonra populyar ideyalar, məsəl üçün yenə bayaq saydığım şeylər, populyar ideyalar. Daha lock-in olmalıyam. Artıq make it happen eləməliyəm. Qəşəng dəftərin, jurnalın, havalı, hər şey qəşəng. Sonunda düzgün yolu tapdığını düşünürsən. Oturursan 500-dən 600-dən Ice-T'nin 1 saatlıq videolarına baxırsan. Gecən gündüzün yoxdur. Həyəcandan qaça-qaça evə çatan kimi açırsan, yenə baxırsan, həvəslisən, hoppanıb düşürsən. İçində bir gənclik ateşi yanır. Yanır. Nəticələr nə olur? Nəticələr nə olur? Sən Nihatı pisləyə bilərsən. Sən mənim dediklərimlə razılaşmaya bilərsən. Sən ürəyin istəyən necə deyim, kim fikirləşə bilərsən ki, Nihat plüyür. Amma nə olacaq? Başın dəfələrlə dan deyəcək. Nə olacaq? Daha çox itirəcəksən. Ondan sonra keçəcəksən kurslar, müəllimlər, yeni videolar. Beləcə bir qısır dövrü davam edəcək. Yenə şeylər, konseptlər, yəni yenə deyirəm, uğurlu, məsəl üçün, əgər həqiqətən məsəl üçün hansısa tərəfə bir profitable olmağa başlayanda bir müddət də uzun əksəriyyət treyderlərdə bir ICT SMC-dən keçir. Mən ona görə sizi xilas eləməyə çalışıram. Ki, məsəl üçün sırf adına ICT deyib qazanan varmı cəhətdən desək, var deyə nisbətən bilərik, biraz tərəddüdlə deyəcəm. Amma onlar da ki, ya gərək 3 il qiymət manipulyasiyalarından, texniki manipulyasiyalardan təcrübəsi olsun, execution təcrübəsi olsun, yəni qiyməti artıq hiss eləsin ki, burada manipulyasiya var. Ondan sonra bəzəyib düzəlsin, ora xəttlər çəksin, bəzəyib düzəlsin, adını qoysun ki, mən buna görə götürdüm. Bu mənim private konseptimdir. Privative konseptimi, modelimi öyrənmək üçün də ki, kursuma girməlisən. Privative. Səncə gözünə qəribə görünəcək. Burada nə? Bloka bax. Ayda. Mən bunları bilmirəm. Bu dəfə haqqın yolunu tapdım. Hop, yenə çaba. Hamısı da nəticəsiz qalacaq. Yəni mən sizin illərinizi xilas eləməyə çalışıram ki, vaxtınız qalsın. Vaxt qazanasınız. Necə deyim? İrəli gedəsiniz. Yerinizə saymayasınız. Daha da geriyə getməyəsiniz. Onsuz da ki, gün gələcək. Baxın, gün gələcək. Siz təcrübəsizsiniz deyə hələ də bu günün gələcəyi haqqında bir deyəniz yoxdur. Amma mən sizin keçdiyiniz yollardan keçib gəlmişəm deyə mən bilirəm ki, o gün gələcək və boynu bükük şəkildə alçatmaq anlamında demirəm. Sadəcə üzrxahlıq anlamında deyirəm ki, daha humble vəziyyətdə, daha belə necə deyim, səmimi bir vəziyyətdə gəlib videoya açacaqsan, oturub baxmağa davam edəcəksən. Bilmirəm indi mən onda yeni videolar yükləyəcəmmi? Ümumiyyətlə mənim videolarım kanalda qalacaqmı? Kanalım açıq mı olacaq? Bağlayacağamı? Videolarımı siləcəm? Mən onu deyə bilmərəm. Amma mən onu deyə bilərəm ki, mən ortalıqda olmasam belə, bu videolarım, dərslərim, özüm mediada ortalıqda olmasam belə, o gün gələndə, amma o gün gələcək ki, mənim dediklərimə gələcəksən. Mənim dediklərimi bir-bir anlayıb və qəbullanacaqsan. Qəbullanmayacaqsansa da olacaq olan şeydir. Burada şeydir, çıdır. Tərk etdin. Yəni bir yerə qədər davam. Nə qədər olar? Bir yerdən sonra tərk etdin. Hansı ki, qalan 90 neçəsə faiz kimi. Olar, yenə deyirəm, sən bu müddət ərzində
fonlara yedirdəcəksən, kurslara yedirdəcəksən, siqnallara yedirdəcəksən, sənin də elə burada olmağının məqsədi onlar üçün budur. Onlar üçün budur. Mənim bu sözü deməyim ağır təsir eləyir. Ağır təsir eləyir. Demək olar ki, belə bu videoya baxanların 90%-nə ağır təsir eləyir. Çünki qəbullana bilmirlər. Qınamıram da, vallah qınamıram da. Nə qədər pul gedir, xərcləyirlər vasitəçilərə, nə qədər videolarına baxırlar, bu YouTube zat hər yerdə vaxtlarını sərf eləyirlər, ümidləri var, effort sərf eləyiblər və ortalıqdan bir dənə Nihat çıxıb bunları danışanda əlac nədir? Əlac nədir? Hay görürsən. Hay yox, Nihata bir daş at. Nihata bir daş at da çıx videodan. Əlacı bunda görürsən. Amma ki o vaxtını zərərin harasından qayıdırsansa qayıt xeyirdir. Harasından qayıdırsansa qayıt xeyirdir. Davam edəndən sonra da eləyəcəksən, impartiality üstündə çox işləyəcəksən, effortless olacaqsan artıq. Ondan sonra risk sistemin riyazi olaraq stabilli olacaq, hansı ki birin-birə errorə qayıdacaqsan, üstündə datan olan konkretliyin olacaq, hansı ki buna edge və yaxud da strategiya və yaxud da sistem bunlar eynidir. Hansı ki bunun arxasında iki şey olmalıdır. Ya manipulyasiya olmalıdır və yaxud da order flow anlayışlar olmalıdır. İndi mənbələrə gələcəyik birazdan. Sonra və datan olmalıdır ki, bu əməliyyatlardan sənin uğurluq payın çoxdur. Sən konkretsən ki, bu konkretdir ki, sənin bu manipulyasiya və order flow təməlli yanaşmaların, ya yaxud da yanaşman davamlıdır. Və eyni zamanda da ki, sən fərqində olacaqsan. Özünün və düşüncələrinin, şəxsiyyət və düşüncələri ayırmalısan. Çünki düşüncələr sadəcə tarixi dialoqlardır. Düşüncələr sən deyilsən. Düşüncələr sadəcə olaraq tarixi dialoqlardır. Onlar tüstü kimidir. Birdən-birə yoxluqdan çıxır, birdən-birə də yoxluğa qarışır düşüncələr. Yəni ki, onlar emosional şeylər oyadır. Hər gün eyni olmur insan. İnsan bugün yaxşıdır, bugün deyir ki, mən daha tradingin qızıl şeyini tapdım. Səhər marketə gələndə yenə içi qarışır. Yarım saat ərzində nə etdiyini bilmir. Yarım saat ərzində hər şey qarışır bir-birinə. Düzgün tərtib olunmuş yol xəritəsini keçəcəyik biz birazdan. İndi keçirəm hal-hazırda. Bu artıq videonun sonuncu hissələrinə yaxınlaşırıq. Deməli, nə etməlisiniz? İlk addım olaraq yanlış olduğunuzu, bura üzü mənə qulaq asanlardan ötürüdür. Üzü çıxan çıxdı videodan. Və bilirəm ki, videoya klik edənlərin sadəcə 20% ortalama bu hissələrə qədər videoda qalır. 20% qalır. O 20%-in də ki, harca bir hissəsi elə belə baxır, hansı ki məni dəstəkləmir, hələ də fikrimi dəstəkləmir. Qalan bir hissəsi də mənim tələbələrim olur. Qalan bir hissəsi də mənim ümumiyyətlə izləyənlər və dəstəkləyənlər olur. Deməli, düzgün tərtib olunmuş yol xəritəsində nə olmalıdır? Birinci olaraq, sən birinci buna keçməzdən əvvəl gəlin, birinci yanlış olduğunu qəbullanırsan. Qəbullanırsan ki, həqiqətən mən yanlışam. Mən özümü sıfırlamalıyam. Mən Nihata qulaq asmalıyam. Birinci bunu qəbullanırsan. Bütün zir-zibilləri müəyyən edirsən. Beynini sıfırlayırsan ki, artıq mən qavrayışlarım, bu sahə ilə bağlı olan qavrayışım yanlış idi. Yanlış idi. Yalanları seçə bilirsən artıq. Civoylaşdın. Gözün açılır ki, yalanları seçə biləsən. Sənə yalan danışa bilmirlər. Yalan gördünmü? Bilirsən ki, bu şey saxtadır. Bunu bilməyənə qədər də ki, hələ sənə rahat yoxdur. Tələlərdən uzaqlaşa bilirsən. Məsəl üçün, gəlin metodlardan danışaq. Yalan və tələləri müəyyən etmək metodu. Birincisi, pul reklamı varsa, hansısa bir videoda, hansısa bir influencerin səhifəsində, postlarında, necə deyim, buna bənzər bir şeylər varsa. Məsəl üçün, bu nədir? Mən şuna 350 milyon dollar ödəyib, belə də qəşəng editləyib, hər şeydə qaydasında 24 dəqiqəlik bir videoda. Bu adam görürsən, üstündə bu şeylə eləyib də 24 dəqiqə video çəkib editləyib. Belə şeylər varsa,
pul reklamı varsa, bu deməli nədir? Scam. Affiliate varsa, affiliate nədir? Linklərdə, biolarda, videonun açıqlama hissələrində, linklər hardasa ümumiyyətlə kanallarda paylaşılanda, məsəl üçün burada görürsüz, burada şeylər var. Nə bilim, məhsul var, indikator şeyi var. Burada nə bilim, nəsə blueprint, nə bilim, nəsə var da. Bundan sonra pulsuz kursun bir dənə də linki var. Bu pulsuz şey də şey deyil ha, bir şey pulsuzdursa, belə insanlar üçün bunlar pullu, bunlar pulsuzdursa, deməli mal sizsiniz. Deməli məhsul sizsiniz. Mənim brokerim gəldi əsas məsələlərə. Brokera danışacağam bu haqda. Bir də belə broker linki və s. varsa, deməli yemsinsiniz. Brokerlə əməkdaşlıq varsa, məsəl üçün here is the only broker that I trust and use the trade daily. Bir broker reklamı. Mən inanıram bu broker istifadə edin, çox yaxşıdır, belədir, elədir. Çünki bu broker yeni başlayanlarda bir broker xəstəliyi olur ki, bütün brokerlardan ona olsun. Bu da yenidən yemin digərdir ki, sən bura pul depozit edəsən, onsuz da 99% ehtimalla itirəcəksən. Çünki brokerlar skam olur əksəriyyəti. Ehtiyatlı ol, jivoy ol, gözü açıq ol. Belə bunları bildik, brokerlə əməkdaşlıq. Ondan sonra belə göz oxşayan editləmə və dizayn varsa, məsəl üçün videoda mən Justin əvvəl hörmətim var. Justin məsələn əvvəl izləyirdim, çox yaxşı. Məsələn, deyə bilərəm ki, düşüncə cəhətdən normaldır, izləyəcək biləcəyiniz şeyləri var. Amma ki, qaldı ki, istifadə etdiyi və öyrətdiyi şeylər deməzdim ki, sizin üçün yaxşı olacaq. Deməzdim. Ona görə də ki, sadəcə olaraq psixologiya ilə bağlı olan şeylərinə marağa elə baxa bilərsiniz. Çünki bu artıq da marketinqin güclü tərəfinə keçdi. Onun üçün olan maraqlar dəyişdi. Yəni belə videolar çox yaxşı editlənibsə, çox yaxşı strukturlanıbsa, məsəl üçün mindset görürsüz, burada sectionlara bölünüb video. Belə şeylər varsa, keyfiyyəti çox yuxarıdırsa, bu kimi şeylər də eyni zamanda sizin tələdə olduğunuzun şeylərindən biridir. Ondan sonra egolu danışanlar ki, nə bilim, məndən bir nömrədir, məndən yoxdur. Bu kimi şeylər məsəl üçün əsasdakı şeylərdən çıxır. Sən baxın buradakı. Belə yuxarıda göstərdiyim bu tip adamlardan elə bilirlər ki, məsəl üçün Romeo'dur, ancaq tweet atmağı bacarır, ortalıqdakı heç nə yoxdur. Ice-T'nin özüdür, ancaq tweet atmağı, video atmağı bacarır, ağır getməsin sizə. Sonra ikinci gəldik ki, siqnal məsələsində. Gəldik ki, siqnal şeyləri, servislərin əksəriyyəti, yenə deyirəm, yenə növbəti şeylərdən biridir. Çünki siz normalda qazana bilmirsinizsə, siqnalda da, əgər execute bacarığınız yoxdursa, siqnalda da ki olmayacaq. Mən bu günə kimi əslində çox, yenə deyirəm, insanlar gördüm və hər dəfəsində çox istədim ki, bir nəfər məni izləyən olsun, networkümdən, ümumiyyətlə tanıdığım hansısa bir kəs olsun da çıxsın irəli desin ki, mən davamlı olaraq siqnaldan, filan siqnal kanalından çörək pulu qazanıram. Valla çox istəyərdim ki desin. Bilsəm ki, həqiqətən bu siqnal kanalı düzgün məsləhətlər verir, düzgün əməliyyat analizləridir və s. proqnozlardır, nə demək ki, şeylərdir, siqnal verir. Mən deyərdim ki, kütləmə, bax, qazanmaq istəyirsinizsə, çörək pul istəyirsinizsə, yoxlaya bilərsiniz. Reklam və yaxud da affiliate yox, Tək bilsəm ki, məsələn, həqiqətən qazanan var. Amma mənim networküm də olsun, tanıdığım insanlar olsun, bir genişdir və mən elə bir insana çata bilməmişəm. Hələ ki, siqnaldan qazana bilsin. Məhsul tanıtımları, məsəl üçün, məhsullara nə daxil ola bilər? Bot. Yəni, elə adamlar da var, çörək pulu ondan çıxır. Belə
O düzdür. İndi deyə bilərəm ki, hə onlara yazığım gəlir, qınamaq istəmirəm, amma ki sizə də yazığım gəlir. Siz də aparırsınız əlinizdəki son qəpik quruşu onlara yedirirsiniz. Ona görə də ki, hiss hissdən üstündür. Sonra kitab şeyləri, ondan sonra məhsul olaraq hazır vəziyyətdə olmuş video kurs, ondan sonra hazır vəziyyətdə olan nə bilim şeylər, o nə bilim şey kitabları olur, analiz kitabları olur. Sonra brokeruna hesab şeyləri, nə fon hesabı şirkəti belə necə deyim, orada bu da eyni zamanda bir məhsulsunuz, siz də burada və sizin pulunuzdan qazanırlar. Onlar sizə heç keçsə hesab vermirlər. Fonların əksəriyyəti sadəcə olaraq sizə boşuna demo hesab verir, siz qarşında onlara pul ödəyirsiniz. Onlar onsuz da bilir ki, siz itirib də yenə hesab götürəcəksiniz və siz bunun üçün onlara lazımsınız. Bunlar indi ayıldınız ki, hə, necə, hansı yollarla o handasa yalanları, tələləri müəyyən edə bilərsiniz. Yalanları və tələləri müəyyən edə bilərsiniz. Deməli, amma ki, siz hələ də bu tələlərə inanmağa davam eləsəniz, mənim dediyimin heç bir xeyri yoxdur. Çünki insan bilirsinizmi niyə? Asan yol axtarışındadır, dəqiqlik axtarışındadır. İnsan beyni axmaqdır. Bizə dəqiqə gözləyin. Gözləyin nədən də videoyu saatsa şey eləməyin, qabağa yığdırmayın ki, görüm hara kimi gözləyəm. Bir dəqiqə gözləyin. Videonun burasını tapıb kəsənə kimi 1 saat olur. Mən videoyu çəkirəm də yükləyirəm. 2 dəqiqə, yəni necə 2 dəqiqə orada durum, bir də mesaj yazım ki, baxıram. Hə, qayıtdım. Deməli, bunlardan haqqında danışdıq. Qurbanlar üçün tələlərdir. Başa düşdükmü? Yəni onlar da ki, buradan qazanırlar. Öyrənmə və gözlənti. Hə, gəldik öyrənmə prosesinə artıq bir nisbətən indi biraz daha texnikləşək. Aşağıda gələcəm Hər şeyi öyrənməyin, başını buraxın. Hər ağızdan bir söz çıxır. Yenə necə deyim, burada öyrənməyə qalsa yəni ki, başını buraxın. Çox belə öyrənmək, çox araşdırmaq, hər şeyi bilmək. Başını buraxın bunun. Deyəcəm konkret olaraq nələr öyrəniləsi şeylərdir və nəyin üstə işləyib də özünüzə uyğun yanaşmalar formalaşdırın və yaxud da konkret hansısa yanaşmadan istifadə edin. Sonra həmişə sadəlik tərəfdə olun. Kim ki mürəkkəbləşdirirsə nə isə öz aləmində deməli o heç nə bilmir. Yəni bir şeyi yetəri qədər bəsit izah edə bilmirsənsə, deməli o şeyi bilmirsən. Albertin sözüdür. Yəni ona görə də ki, çalış ki, şablonlaşdırma, mürəkkəbləşdirmə, LinkedIn uşağı olma. Jivoy ol. Marketin gələcəyi keçmişdən qeyri-asılıdır. Ona görə də keçmişi analiz etmək sizə bir nəticə verməyəcək. Ondan sonra insan beyni trade etmək üçün dizayn edilməyib, həyatda qalmaq üçün dizayn edilib və nəyə zillənsə, dəqiqliyi axtaracaq. Trade etmək üçün trade etməmək lazımdır. Bu cümlə o qədər mükəmməl bir cümlədir. Trade etmək üçün trade etməmək lazımdır. Bunu tətbiqi olaraq elə bir linguistik cümlə olsaydı ki, izah edeyim ki, bunun verdiyi impartiality necə bir hissdir. Öz üstünüzdə bunu əsas işləyəcəyik. Sonra sıfırdan başlayırsınızsa əgər texniki icrahat roadmap-i, market təməllərini öyrənəcəksiniz, sadə anlayışlar, sadə terminlər, qrafiklər və platformalar, sadə risk anlayışı, bunları mən paylaşmışam.
Deməli, mən də kanala girəndə sıfırdan trading dərsləri, məsələn, şey var. Köhnədən paylaşdığım, 8-9 ay əvvəl paylaşdığım, məsələn, sadə təməl dərslərdir. Ən sıfırdan, yəni ən sıfırdan marketlərin növləridir. Məsələn, futures market, forex sarı, brokerlar nə deməkdir? Ümumiyyətlə fon firmaları ilə brokerlar demək olar eyni şeydir. Platforma ilə əlaqədir. O platforma ilə aranda olan. Sonra prop firmlər, fon firmaları nələrdir, qaydaları nələrdir, necə işləyir? Məsələn də heç sadə şeylərdir. Candle'lardır, platformalardır, time frame, sadə şeyləri bunlardan öyrənə bilərsiniz ki, məsləhət verə bilərəm ki, hə, bunlar mən sadə anlayışları beləcə rahat izah eləmişəm. Sonra ikinci hissəyə gələndə körpü yaradılmasına. Hansı ki, sən artıq necə deyim, icraat hissəsinə gəldik ki, sən konkret bir körpün olmalıdır. Sənin konkret bir burada riyazi avantajın olmalıdır. Win rate verə biləcək. Təkrarlanan konkretliyin olmalıdır. Bu sənin avantajındır, sənin körpündür. Manipülyasiyalar üstündə ustalaşın. Mənim birinci məsləhətim marketdə birinci manipülyasiyalar, ikinci isə order flow. Bu iki şey arasında. Yəni bu strategiyanızın, girişinizin konkretliyi burasındadır. Konkretliyi orada ya güvən verməsi üçün manipülyasiya hərəkətini görməlisiniz, texniki manipülyasiya, ondan sonra və yaxud da eyni zamanda order flow təməlli olmalıdır. Gözünüzü yumub da sırf candle'ların üstündə nəsə tapa bilməzsiniz. Bloklardır, gəplərdir, OT-yidir, MOT-yidir, diskant. Bunlar şeylər deyil, gerçək deyil. Bunlar qurmadır ki, sizə belə mürəkkəb görünsün də marağınızı çəksin. Manipülyasiyalar üstündə və order flow üstündə. Order flow üçün dərslər paylaşmışam. Ən sıfırdan. Market iştirakçısı əmrlər necə işləyir? Time and sales, məsələn, nədir? Tape'dir, DOM əvvəl izah eləmişdim. Həcmdir, volume profile'dir. Ondan sonra deltadır, həcm deltasıdır. Value areadır, time market profile'dır. Time price, yəni daha doğrusu time price opportunity'dir, volume weight average price'dir, cumulative volume deltadır. Məsələn, belə təməl toollardır və s. Bu da izah eləmişəm. Qalan da ki, bir neçə order flow dərsi qalıb, onları da yükləyəcəm. Deməli, qalanlar imbalance, action theory və bu kimi sadə anlayışlar olacaq ki, konkret model vermirəm. Konkret modeli bizə dənə 930-u vermişəm. 930 dərsləri də kanalda kifayət qədər çoxdur. Hansı kanalın şeyin üstündə 930 yazılıbsa videonun, cover'ının, thumbnail'inin, hə, orada sadəcə var, o sonraki mərhələdədir, onu öyrənə bilərsiniz. Onu öyrənə bilərsiniz eyni zamanda. Eyni zamanda təməl və buradakı order flow dərslərini öyrənə bilərsiniz. Və bir də order flow öyrənmək üçün 2 dənə kanal məsləhət görürəm sizə. Sıfırdan başlayanlar üçün Andrea Cimidi və ikinci olaraq da növbəti öyrənməli olduğunuz kanalsa Order Flows kanalıdır. Bu iki kanalda mənbə kimi YouTube-dan istifadə edə bilərsiniz. Öyrənmək üçün düzgün necə deyim, insanlar bunları, yəni ki, sizə məsləhət görə bilərəm. Və bir də öz dilimizdə də eyni zamanda mən təməldən dərslər paylaşmışam və yenə də nə qədər ki, həvəsim var, izlənilir videolar, ən azından 500-600 yeni dərslər də paylaşıram. Bilirəm ki, ən azından gözümü yumsam 500-600 dənə güvəndiyim kütləm var arxamda. Belə ümumi sonra keçdik növbəti hissəyə. Marketi müşahidə edin, yanaşmaları tətbiq edərək qeydlər aparın. Konkret sisteminiz yoxdursa, məsələn, öyrənibsiniz də, bu manipülyasiyaları öyrənirsiniz, hal-hazırda məsələn Turtles'ı öyrənirsiniz və yaxud da bu order flow təməlli nə isə inteqrasiya eləmək istəyirsiniz ya volume profile ilə işləmək üçün müşahidələr aparmalısınız. Müşahidələr aparıb da qeydlər götürməlisiniz, çoxlu əməliyyatlar özünüzə data tutursunuz artıq ki, mən bu cür əməliyyatı daha çox yüksək ehtimallıdır, az ehtimallı olanlar aradan çıxarılır, sadəcə yüksək ehtimallılar qalır. Yüksək ehtimallar qalır. Məsəl üçün, konkret gündə 10-ca pointli hərəkət tutun, konkret tutun. Bilin ki, bu təkrarlanan bir şeydir. Burada böyükdən söhbət getmir. Burada az olsun, təkrarlanan olsun. Burada məsələ odur. Çünki ola bilər ki, sən bu dəfə böyüyü tutdun. O böyük səhər olmayacaq.
Sənə təkrarlanan bir şey lazımdır. Sənə təkrarlanan bir şey olmalıdır. Bir dəfə bəxtəxuda olan bir şey yox. Məsələn, mən OneNote istifadə edirəm. Jurnalım bu cürdür. OneNote proqramında, yəni burada yazım adını. Əgər indi sizdə varsa, kompüterdə yəqin ki, bu olar. Notebook hissəsinə ili əlavə eləyin. Məsələn, mən əlavə eləmişəm 2025. Section hissəsinə ayları əlavə eləyin. Hər növbəti aya keçəndə yeni section. Və page hissəsinə isə hər sectiona seçəndə page'lər əlavə eləmək olur. Bu da ki, ayın günləridir. Ayın, məsəl üçün, günü yox, hansı aydır, ayın hansı günüdür və neçənci ildir. Bu formada page hissəsinə yazanda, page hissəsinin açanda hər page'i başda belə bir yer olur. Bura nə yazsanız, burada düşəcək. Belə sərgəli düşsün, sonra istədiyiniz tarixə gedə bilirsiniz ki, siz filan tarixdə, filan saatda hansı əməliyyatı götürübsünüz. Beləcə hər şey əlinizin altında data kimi olsun. Çünki data güvən formalaşdıran bir şeydir. Güvəniniz var, sisteminiz var, əlinizdə statistik riyazi şeylər var ki, mənim sistemim davamlı olaraq işləyir. Mənim əlavə heç bir şübhəyə, narahatçılığa ehtiyacım yoxdur. Ondan sonra düz deyə danışaq. İşin düzgün edilişi edilməyişidir. Yəni qəbullanışıdır. Bu qavrayışlarınızı dəyişməkdən ötürü. Bunlar növbəti mərhələdə əslində. Çünki sıfırdan başlayanlar üçün bu mindfulness mövzularını anlamaq çətindir. Çünki ən çox başı daşa dəymiş olanlar mindfulness-i ən yaxşı anlaya bilənlər olar. Çünki mən hansısa bir səhvlərindən danışanda bilirlər ki, məsələ nədir. Da yoxsa göylə gedən yeni başlayan biri, kriptonun adını yeni eşidən biri, nihata daş atan biri gedib mindfulness dərslərinə baxsa heç bir şey anlamayacaq. Ona görə də ki, mənim ən çox necə deyim, izləyənlərin əksəriyyəti dəfələrlə yıxılmış olan insanlardır ki, mənim nədən danışdığımı yaxşı başa düşürlər. Deməli, qavrayış məsələsidir, perception'dır, inanc sistemidir, fərqindəlikdir, bioloji məsələlərdir. Bunlar hamısı, yəni real psixologiya dedikləri şey elə belə şeydir. Psixologiya necə deyim, belə adı var. Adı var. Hər şey nə günah olsa elə bir şeydir, günah keçsidir. Hər şey onun yazığının üstünə atırlar. Amma burada psixologiyalıq bir iş yoxdur. Günahı özünüzdə və yaxud da sizin öyrəndiyiniz insanlarda görmək istəmirsiniz. Hər dəfəsində nəyəsə suç atmaq istəyirsiniz. Ay, nə bilim, market bu gün pis idi. Nə bilim, bu gün mənim keyfim yox idi. Yox, mənim bu gün psixologiyam pisdir, riskim pis idi. Hər şeyə günah atırsınız. Amma ki, nə qədər təsəlli qazandırsanız da, göz ardı eləsəniz də hər şeyi, trading hesabınızı göz ardı eləyə bilməzsiniz. O gerçəkləyəcək və orada elə əsas iş odur da, elə əsas hesabdır məsələ. Bu dərslərə baxa bilərsiniz. Mindfulness playlisti var. Əgər bir qədər təməliniz, təcrübəniz olan tradersinizsə, mindfulnessdə bioloji təməl dərsindən başlayın. Yaşam portları, qavrayış, işin edilişi və rol modeli, internal dialogue. Uzun videolardır. Baxın, 1 saatlıq, 40-50 dəqiqəlik, 1 saat 20 dəqiqəlik bunlara baxarsınız. Sonra gəldik sonuncu məsələyə. Deməli, buranı oxuyuram. Burada real oyun market barədə deyil. Çox yaxşı modelə sahib olmaq, qazanmaq demək deyil. Burada final boss özünsən. Keçmiş həyatında qazanılan qavrayışların bir də səni geri salan inanc sistemi ilə boğuşursan. Və boğuşma hər gün olur. Ona görə də çatılacaq bir yer yoxdur. Qazanan traderlərin zamanının 99%-i boğuşma və yenidən safe place-ə qayıtmaqla keçir. Qalan 1%-i də marketdir. Yəni irəli getsən belə, harda olursansa olursan belə, marketin gələcəyi sadəcə qara bir qutu kimidir. Mənzili olmayan bir yoldur. Və bu yoldakı ən çox əziyyət insanın biologiyasına qarşı olan qeyri-müəyyənliklə. Hansı ki, hər dəfəsində insan obsessed olur, insan olur. Çünki bu cəmiyyət elədir ki, insan beyni tez belə hipnoz olandır. İnsan beyni tez belə inancı, qavrayışları özünü belə qaptıran olur. İnsan beyni qaptıran olur. Və hər dəfəsində yenidən tormuz eləməkdir buradakı əsas güc. Və tormuz edib qaytarıb özünü yenidən impartiality emosiyasına qaytarmaq
və marketə sadəcə bir qeyri-müəyyənliyin pəncərəsindən baxmaqdır yenidən. Dəqiqlik axtarmaq və burada bu şeylər haqqında Obsession Gap-də advokatlıq məsələlərində danışmışam ki, insan advokat olmaq istəyir. İnsan bacarıqlı olmaq istəyir, bacarmaq istəyir və bunu da burada tətbiq edəndə üz üstə qalır. Həyatda hər şeydə uğurlu olan biri gəlib burada uğurlu olmayacaq. Çünki buradakı uğur anlayışı tamam fərqli bir şeydir. Düşüncələr beynində səndən ayrı bir canavarlar yatır. Beynində sən olmayan şeylər yatır. Onlar sənin daxili dialoqlarındır. Bunlar sən deyilsən, sadəcə dialoqlardır. Sən tamamilə fərqli bir potensialsan. Sənin qarşında maneələr var. Daxili kritikin, obsession gap'dir, sənin sahibləndiyin beynindəki səsdir və həyatda qalmaq patternləridir. Bunlar əslində elə düşünürsən ki, sənin aşılman gerəkən şey riskli psixologiyadır, amma deyil. Deyil həqiqətən. Gerçək şeylər, bunlar maneələr bunlardır ki, sən elə düşünürsən ki, bura çatmaqdan ötürü, hansı ki, funded trader olmaqdan ötürü elə bilirsən ki, hə, bir dənə bunu aşacaqsan odur. Amma məsələ bununla deyil. Məsələ onunla olub bitmir. Burada bu məsələlər var. Tradingi sən beynində hansı hissəyə yerləşdirsən, hansı hissədə gözündə qavrayış olaraq necə qavrasan, qavrayış vacib məsələdir. Qavrayış vacib məsələdir. Bunun fərqində olmalısınız. Həmin qavrayış da ki, onu həyatında o nöqtəyə qoyacaq. Məsələn, sənin üçün vacib olan pul, belə güc, o risk eləməkdən qorxduğun bir şey, sənin üçün vacib olan bir şey, üstündə əsdiyin, həyəcanlandırdığın, özünə dəyər biçdiyin, advokatlıq olduğun, obsession gap'ini, yəni gündəlik məşğuliyyət boşluğunu dolduran bir şey olanda onu bura qoymuş olursan. Və onun içində hər dəfəsində bu kimi şeylər sənin qarşında dayanır. Inner critic, obsession, adapted voice, survival patterns, bunlar sənin qarşında divarlar kimidir. Amma məsələ burasındadır ki, burada uğura çatmaq bu qədər çətin deyil. Əslində çatılacaq bir yer yoxdur, olunacaq bir yer var. Sadəcə olaraq məsələ burasındadır ki, sən bu düşüncələri harda yerləşdirirsən. Əslində uğur sənin götündə belə ola bilər. Sən baxır ki, hara yerləşdirirsən. Bu məsələnin, bu trading sahəsinin ideyasını sən beynində hara yerləşdirsən, onun üstünə də o qədər emosional şeylər yüklənəcək, həyatda qalma patternləri aktivləşəcək, itkiyi təhdid olaraq görəcəksən və hər dəfəsində sıfırlanacaqsan. Burada çatılacaq bir yer yoxdur, olunacaq bir yer var. Sadəcə bu beynindəki şeyləri sildikdən sonra artıq tam müstəqilliyə, necə deyim, tam emosional müstəqillik, impartialityyə çatdıqdan sonra görəcəksən və mənim dediklərimi başa düşəcəksən. Əslində hər şey tam sənin əlindədir. Əslində hər şey sadəcə sənə mane olan tək şey odur ki, sənin qavrayışlarındır. Sənin qavrayışların səni hər dəfəsində çalxalamağa davam edəcək. Burada güc, yenə deyirəm, burada iş, daxili struggle, harasa çatılmalıq deyil. Burada gündəlikdir.